Salam uşaqlar, bu günləri fizika 7-ci sinif 2-ci hissədən elektrik cərəyanı mövzusunu izah edəcəyəm. Başlayaq. Su elektrik stansiyalarında enerji istehsal etmək üçün suyun istiqamətlənmiş hərəkətindən istifadə olunur. İndi sual, naqildən keçən cərəyan ilə boruda axan suyun hərəkəti arasında hansı oxşarlıq var? Deməli, naqildən keçən cərəyan ilə borudan axan suyun hərəkəti arasında enerji çevrilməsi var. Yəni, borudan axan suyun hərəkətində kinetik enerji, hərəkət nəticəsində kinetik enerji turbinin kinetik enerjisinə çevrilir. Fırlanması nəticəsində turbin fırlanır, kinetik enerjisinə çevrilir. Naqildən keçən cərəyanda isə sərbəst elektronların hərəkəti nəticəsində kinetik enerji işlədicilərə ötürülür. Yəni, işlədicilərdə istilik enerjisinə, işıq enerjisinə və s. çevrilir. Metal naqillərdə sərbəst elektronlar nüvə tərəfindən zəif cəzb olunduqları üçün müxtəlif istiqamətlərdə hərəkət edə bilirlər. Naqilin uzulan cərəyan mənbəyin qütblərinə birləşdikdə naqildə elektrik sahəsi yaranır. Bunlara elektrik sahəsində elektrik qüvvəsi ilə təsir edir. Nəticədə elektronlar boruda axan su kimi nizamlı hərəkət etməyə başlayır. Yəni, yüklü zərrəciklərin nizamlı hərəkəti elektrik cərəyanı adlanır. Dövlətdə elektrik cərəyanı yaranması üçün bir sıra şərtlər olmalıdır. Birinci şərt maddədə sərbəst hərəkət edən yüklü zərrəciklər olmalıdır. İkinci şərt yüklü zərrəcikli nizamlı hərəkət etdirən elektrik sahəsi olmalıdır. Üçüncü şərt dövrə qapalı olmalıdır. Deməli, metal naqillərdə elektrik cərəyanı nizamlı hərəkət edən sərbəst elektronlar hesabına yaranır. Ancaq digər keçirdilərdə sərbəst yükdaşlardan başqa zərrəciklər də ola bilər. Məsələn, duz məhlulunda həm natrium, müsbət natrium ionu, həm də mənfi xlor ionuna ayrılır. Bunlarda elektrik cərəyanı, məhlullarda elektrik cərəyanı müsbət mənfi ionların nizamlı hərəkəti nəticəsində yaranır. Elektron kəşf olunmazdan əvvəl naqillərdə cərəyan müsbət yüklü zərrəciklərin hərəkəti nəticəsində yarandığı fərz edilirdi. Nəticədə metal naqillərdə elektrik cərəyanının istiqaməti olaraq müsbət yüklərin hərəkət istiqaməti qəbul edilib. Əslində isə metal naqillərdə sərbəst elektron qəbul edilən hərəkətin əksinə hərəkət edir. Cərəyan şiddəti elektrik cərəyanı xarakterizə etmək üçün cərəyan şiddəti adlanan fiziki kəmiyyətdən istifadə edilir. Cərəyan şiddətinin qiyməti vahid zamanda naqilin in kəsiyindən keçən elektrik yükünün miqdarından asılıdır. Naqilin in kəsiyindən 1 saniyədə keçən elektrik yükünün miqdarı cərəyan şiddəti adlanır. I bərabərdir Q bölək T. Burada I cərəyan şiddəti, Q naqilin in kəsiyindən keçən elektrik yükünün miqdarı, T yükün keçməsinə sərf olunan zamandır. Cərəyan şiddəti skalyar cəmiyyətdir. BC-də cərəyan şiddətinin vahidi fransız alimi amperin şərəfinə amper adlandırılmışdır. I bərabərdir Q bölək T, o da bərabərdir Kulon bölək saniyə, o da bərabərdir 1 amper. Amper BC-də əsas vahidlərdən biridir. Cərəyan şiddətinin qiyməti çox kiçik olduqda kiçik qiymətlərindən, yəni milliamper, mikroamper, milliamper 10⁻³ amperdir, 1 mikroamper 10⁻6 amperdir. Çox böyük olduqda isə onun misillərindən istifadə olunur. 1 kiloamper 10⁻3 amper və s. istifadə olunur. Məsələ həlli. Bizə burada verilib, naqilin in kəsiyindən 40 saniyədə 0,2 kulon yük keçirsə, naqildən keçən cərəyan şiddətini hesablayın və milliamperlə ifadə edin. Verilənləri yazırıq. Q bərabərdir 0,2 kulon, T bərabərdir 40 saniyə, cərəyan şiddətini tapırıq. Düstur I bərabərdir Q bölək T. Düsturda verilənləri yerinə qoyub hesablayırıq. Cərəyan şiddətinin ölçülməsi. Cərəyan şiddətini ölçmək üçün ampermetrdən istifadə olunur. Ampermetr dövr elementinə ardıcıl birləşdirilir. Bu zaman ampermetrin müsbət sıxacı cərəyan mənbəyinin müsbət qütbünə, mənfi sıxacı isə mənfi qütbə birləşdirilməlidir. Şəkildə ampermetrin lampaya ardıcıl birləşdirilməsi təsvir olunub. Bu halda ampermetr lampadan keçən cərəyan şiddətini göstərir. Fəaliyyətdə olan müzakirə suallarına baxaq. Birinci, dəftərinizdəki sıxım üzərində cərəyan və yük daşıyıcıların hərəkət istiqamətini göstərin. Cərəyan biz bilirik ki, cərəyan istiqaməti müsbət yüklərin istiqaməti, yük daşıyıcılar isə onun əksinə, hərəkət istiqaməti onun əksinə qeyd olunur. İkinci, dövrəyə 2 ampermetr qoşulduqda onların göstəricilər arasında fərq yarandımı? Sizcə nə üçün?
Dövrəyə 2 ampermetr qoşulsa və yaxud da 1 qoşulsa və onların göstəricilər arasında fərq yaranmaz. Çünki biz dedik ki, cərəyan şiddəti I bərabərdir Q bölək T'dir. Vahid zamanda keçən yükün miqdarını ölçür. Yəni yükün miqdarı dəyişmədiyinə görə burada ampermetrin sadəcə ampermetr cərəyan şiddətini ölçür. Yəni yükün miqdarı dəyişmədiyinə görə orada ampermetrdə göstəricilər arasında fərq yaranmaz. Sonra 3-cü suala baxırıq. Dövrəyə 2 ampermetr qoşulduğu halda onların göstəricilərlə tək ampermetr qoşulduqda onların göstəricilər arasında fərq varmı? Sizcə bunun səbəbi nədir? Dövrəyə 2 ampermetrdə, 3 ampermetrdə qoşulduğu halda onun göstəricilər tək ampermetrdə qoşulduğu halda göstəricilər arasında fərq olmur. Çünki ampermetr cərəyan şiddətini, dövrədə olan cərəyan şiddətini ölçür. Cərəyan şiddəti artmadığı müddətdə I bərabərdir Q bölək T yükün miqdarı artmadığı dövrdə vahid zamanda keçən yükün miqdarına bərabərdir cərəyan şiddəti. Yükün miqdarı artmadığı vaxt ampermetrin göstəriciləri arasında fərq olmur. Deməli, bu o zaman fərq ola bilər ki, ölçmə düzgün aparılmaz. O da xəta nəticəsində, cüzi xətalar nəticəsində ola bilər, o da az. Başqa vaxt ampermetrin göstəriciləri arasında fərq ola bilməz. Düşün, müzakirə et, paylaş. Cərəyan şiddətinin yüksək olması hansı problemlərə səbəb ola bilər? Cərəyan şiddətinin yüksək olması insan ölümünə səbəb ola bilər, müəyyən bir zədələnmələrə səbəb ola bilər və cərəyan şiddətinin yüksək olması işlədicilərin xarab olması, sıradan çıxmasına səbəb ola bilər. Öyrəndiklərinizi tətbiq edin. 1. Ampermetr göstəricisine əsasən naqilin in kəsiyindən 2 dəqiqədə keçən yükün miqdarını hesablayın. Yükün miqdarını biz bilirik ki, I bərabərdir Q bölək T'dir. Yükün miqdarını Q-nü sorusunda Q bərabərdir IT. Oradan deməli 2 dəqiqə deyəndə T bərabərdir 2 dəqiqə. 2 dəqiqəni saniyə çeviririk. 2 vuraq 60, 120 saniyə. Ampermetr dövrədə ampermetr verilib. Onun göstəricinə baxırıq. Ampermetr 0,4-dür. 0,4. I bərabərdir 0,4. Deməli, cərəyan şiddəti 0,4 olduğuna görə Q bərabərdir IT. 0,4-ü vururam 120-yə. İkinci tapşırığa keçirik. Elektronlar naqildə hərəkəti təsvir olunub. Hansı halda elektrik cərəyanı yaranır? Cavabınızı əsaslandırın. Biz A-na da B-yə də baxırıq. A-da baxırıq, elektronların nizamlı hərəkətidir. B-də isə nizamsız hərəkətidir. Biz dedik, hansı halda elektrik cərəyanı yaranırdı? Elektronların nizamlı hərəkəti nəticəsində. Ona görə A variantı. Üçüncü tapşırığa baxırıq. Naqilin in kəsiyindən keçən elektrik yükünün zamandan asılılıq qrafiki verilib. Naqildəki cərəyan şiddətini hesablayın. Q-nün T-dən asılılıq qrafiki cərəyan şiddətini. I bərabərdir, düsturu yazırıq Q bölək T. Verilənləri yazırıq. Q bərabərdir 0,5 kulon. T bərabərdir 20 saniyə. Yerinə yazmaqla cərəyan şiddətini hesablayırıq. Öyrəndiklərinizi yoxlayın. Birinci tapşırıqdan başlayaq. Metallarda elektrik cərəyanı hansı zərrəciklərin hərəkəti nəticəsində yaranır? Deməli, metallarda elektrik cərəyanı sərbəst elektronların nizamlı hərəkəti nəticəsində yaranır. İkinciyə baxırıq. Cərəyanın yaranması üçün yüklü zərrəciklər necə hərəkət etməlidir? Cərəyanın yaranması üçün yüklü zərrəciklər nizamlı hərəkət etməlidir. Üçüncü tapşırıq. Elektrik yükü və cərəyan şiddəti üçün uyğun bəndləri Eyler Venn diaqramına uyğun müəyyən edin. Deməli, birinci verilib elektrik yükü, bir də cərəyan şiddəti həm oxşar, həm fərqli cəhətlərini. BC-də vahidi 1 amperdir. Bu cərəyan şiddəti. BC-də vahidi 1 kulondur. Elektrik yükü. Skalyar kəmiyyətdir. Hər ikisi ampermetrlə ölçülür cərəyan şiddəti. Deməli, 1, 4, 2-yə getdi. İkinci 1-yə. 3 də hər ikisinin oxşar cəhəti. Dördüncü tapşırığa baxırıq. Şəkildəki kimi dövrə yığılıb. Şəkli görürsünüz. A. Ampermetrin şərt işarəsi hansıdır? B. Bu halda ampermetr cərəyan şiddətini ölçür. Bu cavabınızı əsaslandırın.
Deməli, A-ya baxırıq. Ampermetrin şərt işarəsi 3-cü veriləndir. A hərfi ortasında verilən şərt işarəsi odur. B. Bu halda ampermetr cərəyan şiddətini ölçürmü? Ampermetr cərəyan şiddətini ölçmür. Çünki dövrə açıqdır. Biz dedik, cərəyanın keçməsi üçün orada şərtlərdən biri də dövrənin qapalı olmasıdır. Burada isə dövrə açıq vəziyyətdə olduğuna görə dövrə qapanmayıb, cərəyan şiddətini ölçmür. Bu qədər uşaqlar. Sağ olun, bəyənməyi, abunə olmağı unutmayın.